O tələlərdən biri ankoring effektidir. Necə? Siz əyləşmisiniz, Cavid müəllim, Rəhman müəllim burada. Mən gəlirəm, deyirəm ki, dostlar, gələn həftənin 2-ci günü biz kimsəsiz ailələr var, onlara baş çəkəcəyik. Onlara dəstək üçün pul yığırıq. Siz də kömək edə bilərsiniz. Məsələn, hərəniz 50 manat, 100 manat misal üçün çıxarıb pul verirsiniz. Deyirəm, təşəkkür edirəm, çox sonra getdim. İkinci dəfə qayıdıram, yenə sizə. Dostlar, gələn həftənin 2-ci günü kimsəsiz ailələrə yardım toplanacaq. Hərəniz 200 manat verə bilərsiniz. Bax, birincidə heç nə demədim. Dedim, kömək eləyə bilərsiniz. Siz də biriniz 50 manat, biriniz 100 manat çıxartınız verdiniz. Mən də təşəkkür edirəm, getdim. Amma ikincisində lövbər atdım. Ona deyirlər ankor. 200 manat. İndi bu dəfə birincidə 50 manat verəndə siz sevinirdiniz, biraz da qürrələnirdiniz ki, biz dəstək verdik xeyriyyə işinə. İkincidə mən 200 manatı atmışam axı zehninizə. 200 manat kömək eləyə bilərsiniz, onu deyirlər ankor. Siz o 200 manatın təsirindəsiniz indi. Və qərar verəndə o 200 manat ətrafında fırlanacaqsınız. Birincidə çıxardıb 20 manat da verə bilərdiniz. Amma ikincidə 20 manat verəməyə utanacaqsınız. Çünki real məbləğ 200 manatdan başlayıb. İkincisində 50 manatı verəndə də çəkinə. Mənim dayı bizim buna imkanımız çatır da. 200 manatdan 50 manata düşdünüz. Bizim buna imkanımız çatır da. Birincisində amma heç demirdiniz, çəkinmirdiniz. Biraz da qürrələnirdiniz o pulu verəndə. Amma ikincisində halbuki mən nə dedim ki, sadəcə mən burada sizi məhkəməyə çəkirəm. Yox, sadəcə o 200 manatı atmışam sizin zeyninizə. Niyə 200 dediniz siz? Misal üçün deyirəm. Yox, başa düşdüm. İndidən fikir götürdü Rəhman. O mən dərd götürdü əslində. Mən sizə deyim ki, nəyə ki ikincidə, hətta birincidə şübhələnirəm ki, Rəhman pul versəydi. Yəni Yox, xahiş edirəm siz pozitiv baxın da məsələyə.